Hamıya salam, kanalımıza xoş gəldiniz. Bugün bizim qonağımız Ağamurad Ağayevdir. Salam Ağamurad bəy. Salam bacı xanım. İlk öncə təşəkkür etmək istəyirəm ki, dəvətimizi tərəddüdsüz şəkildə qəbul elədiniz. Düşünürəm ki, sizin təcrübələriniz həqiqətən də çox faydalı olacaq. Ona görə düşünürəm ki, videomuza keçid edə bilərik. Çox sağ olun. İlk sualımız bundan ibarətdir ki, bizə özünüz haqqında məlumat verərdiniz. Ağamurad bəy kimdir, təhsil həyatı necə olub və s. Bir daha salam. Təşəkkür edirəm məni dəvət etdiyinizə görə. Mənim adım Ağamurad Ağayev. Hal-hazırda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu ali təhsil müəssisələrindən biri olan University of Glasgow-da Data Analytics for Economics and Finance ixtisası üzrə magistr təhsili alıram. Burada təhsilimi dövlət təqaüd proqramı ilə alıram. Əlavə olaraq bakalavr təhsilim də var, hansı ki Azərbaycan Dövlət İqtisad Universiteti UNEQ-də maliyyə üzrə Rus İqtisad Məktəbi fakültəsində oxumuşam, fərqlənmə ilə bitirmişəm. Əlavə olaraq da iş təcrübələrim var, hansı ki təcrübə proqramlarında iştirak etmişəm, belə ki Paşa Bankda və Kapital Bankda təcrübə proqramlarında iştirak etmişəm. Hal-hazırda təhsilimin dissertasiya etapındayam və ümid edirəm ki, bunu da tez bir zamanda uğurlu bitirib Azərbaycana qayıtmağı düşünürəm. Sizə bu etapda uğurlar və Çox cavabınız sağ olun. üçün təşəkkürlər. Bəs sizdə xarici təhsil almaq arzusu necə yaranıb? Ümumiyyətlə, yəni belə ideyalar bir gün ərzində doğulmur. Bu ideyalar çox belə uzun müddət ərzində formalaşır. Amma birinci kursa qəbul olduğum zaman belə bir reallıqla artıq üzləşdim ki, mənlə Rus İqtisad Məktəbində, yəni Rus sektorunda təhsil alan maliyyə üzrə uşaqların sayı 87 idi. Bunun deməli həm Asiya sektoru var, Azərbaycan sektoru var, həm ingilis sektoru var, həm fərqli universitetləri var. Yəni bu sayı elə gəlib çıxır ki, və maliyyəni bitirib siz elə işlərdə işləyə bilərsiniz ki, orada iqtisadiyyatı da bitirən uşaqlar işləyə bilər, menecmenti də bitirən uşaqlar işləyə bilər. Bu o deməkdir ki, siz bitirəndə siz hamınız 1000 nəfər və 2000 nəfər, 3000 nəfər eyni diplomla bitirəcəksiniz universiteti və hamı əmək bazarına çıxacaq və iş axtarmağa başlayacaq və sizi fərqləndirən heç bir şey olmayacaq. Ona görə birinci kursdan mən artıq özümü fərqləndirmək üçün addımlara belə deyim də getməyə başladım. Bunlardan biri də elə təcrübə proqramlarında iştirak edir. Əlbəttə ki, digər universitetin tədbirlərində iştirak edir və artıq ikinci kursun sonunda mən magistr təhsilini düşünməyə başladım. Əlbəttə ki, ilk fikrim Azərbaycanda, çünki Azərbaycanda magistr təhsili çox adama əlverişlidir. Çünki magistr təhsili Azərbaycanda axşam saatlarındadır, axşam saat 6-dadır. Yəni bu o deməkdir ki, siz bütün gün ərzində çalışa bilərsiniz və həftədə 3 dəfədir. Yəni burada full time study gedir. Məsələn, UK-də, Azərbaycanda bir növ part time kimi gedə bilir. Amma əlbəttə ki, seçmə səbəbim bu yox. Digər səbəblər idi. Hansıları ki, ümid edirəm ki, intervyuda danışacağam sizə. Təşəkkürlər. Bəs sizi bu yolda digərlərindən fərqləndirən nə idi? Dediyim kimi əmək bazarında iş tapa bilmə. Yəni bu hiss sizə doğrudan çox böyük motivasiya verir və əlavə olaraq da təqaüd proqramlarının mövcudluğu. Çünki yenə dediyim kimi, yəni siz həmişə müqayisə edirsiniz və Azərbaycanda magistr proqramları var və onlara hətta mən qəbul olmuşdum birinə pulsuz bir şəkildə UNEQ-in magistr proqramına. Lakin xaricdə oxumaq istəyirsinizsə, xaricdə oxumağın əsas bir belə deyim də bir obstacle maneələrindən biri maliyyələşdirmədir. Buna da əlbəttə ki, məni ruhlandıran ki, bu yola çıxım, təqaüd proqramlarının mövcudluğu və təqaüd proqramların tələblərinə cavab verməyim oldu. Bir daha təşəkkürlər. İndi hazırlaşma prosesindən danışsaq, bu prosesdə siz hansı imtahanları götürdünüz, belə deyək, hansı müsahibələr oldu və s. Ə, Hazırlaşma prosesindən danışırıqsa, əlbəttə ki, birinci, yəni bütün tələbələrdən istənilən, yəni mən magistr üçün danışıram, bakalavr tələbələri üçün, yəni bakalavra gedəcək tələbələr üçün əlbəttə ki, burada şərtlər fərqlənə bilər, amma mən öz təcrübəmdən danışıramsa, əlbəttə ki, bakalavr
4 il ərzində sizin yığdığınız imtahanlar nəticələridir, hansı ki GPA kimi gedir, ümumi orta müvəffəqiyyət göstəriciləri. Elə ilk növbədə onları maksimum dərəcədə yüksək saxlamaq lazımdır. Növbəti isə əlbəttə ki, getdiyiniz ölkə və təhsil alacağınız dilin dil sertifikatıdır. Məndə bu ingilis dili idi deyə IELTS sertifikatını almışdım. Nəticəm 7-5 olmuşdu. Bundan əlavə heç bir yəni imtahan cimət ciyəri olaraq götürməmişdim. Çünki mənim həm təqaüd proqramlarımın yəni tələblərində, həm də ki yəni apply etdiyim universitetlərin tələblərində bu imtahanların yəni belə deyim də əsas bir tələb olaraq qeyd olunmamışdı. Digər sual nə idi sizdə? Hansı Ha, sənədlər? ha, bəli. Sənədlər olaraq belə bir şey deyə bilərəm ki, mən öz təcrübəmdən danışıramsa, mən şirkətlə müraciət etmişdim. Bu da StudyLab şirkətidir. Əlbəttə ki, bu mənim belə deyim təcrübəmdir və mən təcrübəmdən razı qalmışdım. Ona görə də onların standart bir paketi var idi və o paketi göndərəndən sonra onlara o sənədləri əlavə hər hansı bir universitetə müraciət zamanı tələb olunan əlavə bir sənəd var idisə, mənə bildirirdilər, mən göndərirdim. Əlbəttə ki, standart tələblər nədir? CV-dir, transkriptlərdir. Yəni yenə deyim ki, magistra apply edirsinizsə, bakalavr transkriptlərinizdir. Təhsil almağınız barədə arayışlardır. Yəni bakalavrda da. Sonra recommendation letterlardır, motivation letterlardır və əlbəttə ki, imtahan nəticələrinizin sertifikatları və əlavə sertifikatlarınız varsa onlardır. Çox sağ olun. Bildiyimiz kimi, xarici universitetlərə müraciət edərkən təkcə bizim akademik göstəricilərimiz kifayət eləmir. Düzdür, siz öz iş təcrübənizi də qeyd elədiniz və sizin backgroundunuzda hər hansısa bir sosial aktivlik, belə deyək, qismindən sayıla biləcək bir aktivitə var idimi? Dediyim kimi, elə mən qəbul olduğum elə ilk 2 ay ərzində bunu başa düşdüyümə görə ki, mən özümü yəni necəsə fərqləndirməliyəm. Sosial aktivlik elə ilk belə deyim də available olan bir şeydir, hansı ki doğrudan da yəni Azərbaycanda da, xaricdə də universitetlərdə çox asanlıqla yəni onu həll edə biləcəyiniz bir opportunity-lər var. Və Azərbaycanda mən təşkilatların keçirdiyi, yəni istər burada tələbə həmkarlar ittifaqı olsun, istər tələbə gənclər təşkilatı olsun, keçirdikləri tədbirlərdə aktiv iştirak etməyə başladım. Elə ki, mən ikinci kursun artıq başlanğıcında tələbə gənclər təşkilatının idarə heyətinin üzvü idim. Sonra isə əlbəttə ki, dediyim kimi təcrübə proqramları idi. Mən birinci kursun yay aylarında, yay təcrübə proqramında Paşa Bankda iştirak etdim. İkinci kursun yay aylarında Kapital Bankda, üçüncü kursda yenə Kapital Bankda keçdim. Təşkilat risklərinin idarə edilməsi departamentində və əlavə olaraq, yəni akademik nailiyyətlər kimi sayılır, amma məncə bu additional bir belə deyim də xüsusiyyət kimi gedir. Mən əlbəttə ki, researchlər aparırdım və paperlar yazırdım. Bakalavr müddəti ərzində 3 paper yazdım, hansı ki, fərqli olimpiada və forum və tədbirlərdə 3-cü, 1-ci və 2-ci yerləri aldım. Elə ən sonda da elə Moskvada keçirilən statistika üzrə olimpiyadasında ən yaxşı tarixi işıqlandırma nominasiyası üzrə 1-ci yeri aldım. Sizi bir daha təbrik edirik. Çox ruhlandırıcıdır uğurlarınız. Ə, və digər sualımız isə bundadır ki, düzdür, şirkətlə biz müraciət etdiyimiz zaman motivasiya məktublarımız şirkət tərəfindən yazılmış olur. Ancaq siz öz prosesinizdə olan motivasiya məktubu haqqında nə deyə bilərsiniz? Hansı fərqləndirən xüsusiyyətləri yazmağınızın nəticəsində siz uğurlu nəticə aldınız? Bəli, dediyim kimi, yəni mən öz təcrübəmdən dediyim kimi şirkətlə eləmişəm və mən razı qalmışam. Amma burada belə bir şey var idi ki, bizdə motivasiya məktubları, yəni belə deyim də göydən informasiya ilə yazılmırdı. Hamısı sizin öz verdiyiniz bir öz background-unuzu danışırdınız və əlbəttə ki, o background üzərindən qurulurdu. Yəni necəsə connect edilirdi getdiyiniz universitetlə və göndərməmişdən qabaq da buna da görə təşəkkür edirəm şirkətə ki, onlar bizə approva göndərirdilər. Əgər siz hər şeylə razı idinizsə, əgər bütün yazılan hər şey doğru idisə və siz bununla razısınızsa bu fikirlərlə, yəni müraciət, çünki siz əgər müraciət edirsinizsə, siz nəyə görə müraciət etdiyinizi yazırsınız və əgər siz özünüz o fikirlə razı deyilsinizsə, yəni siz bunu göndərə bilmərsiniz. Çünki intervyuya girəndə siz bunu belə deyim də justify eləməlisiniz, yəni sübut eləməlisiniz. Ona görə də approve keçəndən sonra göndərilirdi. Əsas yəni
belə deyim də, müraciət zamanı əsas baxılacaq şeylərdən biri səhv yazmayasınız və siz o fikri sübut edə biləsiniz. Yəni təsəvvür edin ki, universitet əgər sizi motivation letter kimi belə bir tələb yaradıbsa, sizin motivasiyanızı yoxlayır. Burada oturub mən uşaqlığımdan bunu arzulamışam kimi bir şeylər yazmaq biraz gülünc səslənə bilər. Amma burada əlbəttə ki, öz backgroundunuza əsaslanıb onlara nə verə bilərsiniz və onlar sizə nə verə bilər kimi məqamları yazmaq məncə daha doğru səslənər. Çox sağ olun. İndi isə vermək istədiyim sual budur ki, bu prosesdə sizin ən çox etdiyiniz səhv hansı idi? Hmm, Məncə bu prosesdə, yəni müraciət prosesi zamanı yox, biraz ondan əvvəl elədiyim səhvlərdən biri. Birincisi hər şeyi axırıncı günə saxlamaq. Mən biraz onu sevirəm. Ona prokrastinasiya deyirlər. Bir də ki, ümumiyyətlə qabaqcadan danışırıqsa, yəni müraciətdən qabağı danışırıqsa, hamıda nəyisə görə belə bir fikir formalaşır bakalavr müddətində ki, GPA yüksək olsa, IELTS-da 7-ni keçsəm, 100% harasa düşəcəm, 100% harasa qəbul olacağam və mütləq şəkildə də fully funded scholarship qazanacağam, amma bu belə deyil. Yəni əlbəttə ki, GPA yüksək olsa və IELTS nəticəniz yüksək olsa, hər hansısa bir universitetdən qəbul ola bilərsiniz. Amma təqaüd məsələsinə gəldikdə artıq burada uniquely-nizi sübut edəcək bir şey, belə deyim də, traitlər lazımdır. Və bu belə bir böyük bir səhvim idi ki, mən buna inanırdım. Çünki belə reallıq və gözləntilər oldu. Amma dediyim kimi digəri isə hər şeyi ən son günə saxlamağım oldu. E, Bilmirəm necə, nəyə görə. E, DAD müsahibəsində mən dəvət almışdım və dəvət aldığımı, yəni hardasa bir 2 həftə qabaq bilirdim. Amma hər şeyi axırıncı günə saxlayıb DAD müsahibəsindən kəsildim. Amma bilmirəm, yəni bu belə bir experience oldu. Bəlkə də yaxşı oldu. Çünki bəlkə də yox, elə yaxşı ki, belə də oldu. Çünki mən hal-hazırda burada UK-də təhsil alıram. Amma yəni belə bir experience oldu ki, mənə dərs oldu ki, bundan sonrakı müsahibələrə aylar qabaq, yəni aylar qabaq hazırlaşmağa başladım. Səhvlərim bu idi. Çox sağ olun. İndi isə ümumi müraciət prosesi haqqında danışsaq, sizdən tələb olunan sənədlər və sizi ən çox belə deyək çətinliyə salan sənəd hansı idi ki, biraz əziyyət çəkmişdiniz? Müraciət zamanı dediyim kimi məni çətinə salan sənəd düşünmürəm, çünki şirkətlə mən müraciət edirdim. Yəqin ki, belə deyim də, çətinə salan sənədlər gözləməli olduğumuz sənədlərdir, hansı ki, bürokratiyaya görə olan sənədlərdir. Məsələn, adicə transkriptlərin tərcümə təsdiqi, onlar yəni vaxt alır və siz bir növ sizdən asılı olmayan bir şeyi siz gözləyirsiniz. Bu biraz əlbəttə ki, sıxıcıdır. Ya da ki, məsələn, çox zaman o medical sertifikatlar lazım idi. Hansı ki, istər tuberkuloz testi olsun, istər qan analizi testləri olsun. Hansı ki, yəni birincisi həm çox həm gözləməlisiniz, həm qan analizi verməlisiniz. Mən qan analizi verə bilmirəm. Çünki mən öz qanımdan bir növ qorxuram. Belə bir reallıq. Yəni huşumu itirirəm sadəcə. Yəni mənim üçün biraz ağır olan sənədlər o idi və həmişə mənə şirkət yazanda ki, bu analiz lazım idi. 5 dəfə oturub fikirləşirdim ki, köhnə analizi göndərə bilərəm yoxsa yox. Amma yenə də gedib verirdim. Amma belə müraciət prosesi zamanı yox. Ümumiyyətlə bu xarici qəbul prosesi zamanı danışırıqsa, yəni predən yox, yəni postdan danışırıqsa, mənim üçün ən çətin olan sənədlərdən biri viza sənədi oldu. Mənim dərslərim burada 15 sentyabr başlayırdı. Mən vizanı aldım 3 oktyabr və yəni dərslərimin artıq başlanğıcından 3 həftə sonra mən vizamı aldım. Burada da yəni mən 2 nəfərdən biri idim, hansı ki, yəni təsəvvür edin ki, bütün müraciət edən tələbələrdən 2 nəfər qalmışdı. Nəysə, amma mən şükürlüyəm ki, mən aldım da oradan da vizamı. Mənim də ölkəyə giriş belə bir deadline-ım var idi ki, hansı ki o UK universitetlərinə qəbul olandan sonra sizə KAS sənədi verilir, hansında ki sizin ölkəyə giriş üçün son tarixinizi yazırlar. Yəni siz o tarixdən sonra yəni bilet alıb gələ bilərsiniz. Amma sizi artıq sərhəddə heç kim buraxmayacaq. Mənim üçün də o tarix 6 oktyabr idi. Mən ölkəyə 5 oktyabr girmişəm. Yəni hər şey belə son dəqiqə oldu və mən bunu həmişə demişəm ki, yəni mən son bir ayda çəkdiyim stres yəni çox lap ayrı. Amma bir il müraciət zamanı çəkdiyim stres yəni heç nədir də. Yəni mən son bir ayda çəkdiyim stres yəni mənim bir ömürlük bəs idi.
Sağ olun. Əvvəlki götürdüyüm müsahibələrdən də səhv eləmirəmsə bu viza prosesi çox adamda belə olub, sizdə isə daha stressli olub. Ona görə tələbələr biraz daha diqqətli olmalıdırlar zənnimcə. Bəs sizin ümumi müraciət etdiyiniz universitetlərdən və qəbul aldıqlarınızdan danışsaq, bunlar hansılar idi? Necə bir proses oldu bu? Ə, Müraciət etdiyim universitetlərin çoxsundan mən qəbul almışam. Mən ilk növbədə rejectlərdən başlamaq istəyirəm, çünki rejectlər azdır. Birinci rejectim çox belə maraqlı gəldi, hansı ki, ə, VU, Viyana Economic University'dən gəldi. Orada mən iqtisadiyyat fakültəsinə yəni göndərmişdim və mənə reject olaraq, yəni səbəb olaraq, yəni burada şirkətin heç bir səhvi yoxdur. Yəni dediyim kimi, yəni motivationlar, hər şey düzgün toplanılmışdı. Mənə səbəb olaraq ekonomik statistika fənnindən kreditimin az olduğuna görə mənə reject gəlindiyi bildirildi. Hansı ki, yəni biraz belə mənə gülünc gəldi və şirkətə də gülünc gəldi. Çünki məndə statistikadan və ekonometrika fənlərindən, hansı ki, yəni oxşar fənlərdir, İqtisadiyyat Universitetində semestr üzrə ala biləcəyiniz ən yüksək kreditlər idi. Yəni maksimum kreditlər idi. Və həmin yəni reject gələn günü artıq mən statistika olimpiadasının qalibi olduğumu yəni bilirdim və doğrudan çox gülünc gəldi. Digəri isə Corvinus University-dən gəldi. Bunu da biraz belə maraqlı gəldi. Çünki Budapeşt idi və dediyim kimi siz apply etməmişdən qabaq belə düşünürsünüz ki, İtaliya, Budapeşt, yəni bunlar hamısı 2 vur 2 heç nədir götürəcəklər mütləq, amma belə deyil. Dediyim kimi orada da səbəb DAD kimidir. Elə üçüncüsü də elə DAD-dir. Yəni tam təqaüd olaraq, çünki DAD-ni siz qazanıb sonra universitetlərə müraciət edirsiniz. Yəni məndə belə idi. Karvinus'tan da dediyim kimi müsahibə prosesi biraz stresli keçdi. Terminologiya başlanıldı soruşmağa və mən o terminologiyanı ingilis dilində bilmirdim, rus dilində təhsil aldım. Yəni dediyim kimi çox az bir sürədə hazırlaşmışdım müsahibəyə və ona görə yəni biraz pis keçdi. Rejectlər bu idi, amma qəbullarım isə elə UK-dən başlasaq, 3 universitetdən UK-də qəbul almışdım. Hansı ki, birincisi King's College London idi, Computational Finance ixtisası üzrə, Manchester University-dən idi, Quantitative Finance, bir də Glasgow Universiteti, hardakı mən hal-hazırda təhsil alıram. Data Analytics for Economics and Finance ixtisası üzrə. Avropadan danışırıqsa, elə ilk qəbulum mənim Litva Universitetindən, Litvada yerləşən Vilnius Tech University-dən Financial Engineering və FinTech ixtisası üzrə qəbulum gəldi. Digər qəbullarım mənim elə Budapeştdən, Budapest Technology University-dən gəldi. Sonra elə mən Finlandiyadan, Vasa University-dən 6000 evroluq təqaüd qazanıb belə offer gəldi. E, Düşünürəm ki, elə bunlar idi. Yəni ümumi şəkildə 6 qəbulum var. 2 rejectim var və bir təqaüd rejectim var. Çox sağ olun. Bəs siz Corvinus'un müsahibə mərhələsini qeyd etmişdiniz. Bunun kimi hər hansısa bir universitet üçün xüsusi müsahibə mərhələsi keçirildi və bu necə olmuşdu? Yəni nə tipli suallar idi? UK-də müraciət etdiyim universitetlərin heç biri məndən müsahibə götürmədən mənə offer vermişdi. Yəni orada belə göndərdiyiniz sənədlər, motivation letterlər maksimum şəkildə elə belə deyim də admission committee tərəfindən yoxlanılıb, uyğunluğunuzu belə müəyyən etdilər. Yəni məndə belə idi, amma digər universitetlər var ki, hansı ki, doğrudan tələbələrdən müsahibə götürüblər və bir dəfə yox, 2-3 dəfə götürənlər də var. Məndə müsahibələr əlbəttə ki oldu. Elə birinci müsahibə Litvada, Vilnius Tech University-dən oldu. Burada elə standart suallar idi. Müsahibə ilə çox da uzun çəkməmişdi. Hansı ki, nəyə görə bu ixtisası seçmisiniz? Biraz özünüz haqqında danışın. Bu ixtisası bitirib nə olmaq istəyirsiniz? Yəni dediyim kimi belə çox az sürədə müsahibə bitmişdi. Hər suala demək olar ki, elə maksimum 2 dəqiqə verilirdi. Digəri məndə elə Budapest, hansı ki Budapest Technology-dən oldu. Onlar Carvinus'a nisbətən çox, yəni standart suallar verirdilər, hansı ki, yenə dediyim kimi, özünüz haqqında danışın, nəyə görə bu ixtisas, nəyə görə bu universitet və yəni çox rahat
çox belə yəni rahat keçmişdi. Amma Carvinus'un dediyim kimi müsahibəsi biraz çox ağır keçmişdi. Mənim üçün ağır keçmişdi. Əlbəttə ki, biraz hazırlaşsaydım çox rahat keçəcəkdi. Carvinus'da hətta elə bir məqam var idi ki, mənə Apple-ın stoklarını açıb oradakı beta koeffisienti nəyə mənasına gətirdiyini məndən soruşurdular. Yəni mən tamam indi məsələn məndən onu soruşsalar mən çox asanlıqla cavab verərəm, amma həmin dəqiqə mən onu gözləmirdim. Çünki yəni mən çox fərqli bir şeyə hazırlaşmışdım. Yəni bu bir növ belə deyim də stres test kimi də ola bilər. Bəlkə də sizin düşüncələrinizi yoxlamaq üçün belə edirlər. Amma yəni heç gözlənilməyən bir şəkildə mənimlə ekran share olunub, mənə deyildi ki, bu burada nə deməkdir. E, Belə yəni ağır idi. Yəni Carvinus da oradan ağır idi. Ona görə hazırlaşın. DAD-dən danışırıqsa, DAD vəbşi ağrı keçmişdi. DAD demək olar ki, hardasa bir 20 plus 20-30 dəqiqə arası çəkmişdi və orada 6 nəfər oturur, hansı ki, yəni face to face sizinlə keçirilir. Siz yəni mən UNEC-in Nizami korpusunda keçmişdim müsahibəmi. Orada DAD otağı var idi. Orada 6 dənə Alman professoru oturur və mənim apply etdiyim ixtisaslar əlbəttə ki, maliyyə ilə, iqtisadiyyatla bağlı olacaqdı, amma təsəvvür edin ki, müsahibənin bir yəni etapında biologiyanı tədris edən professorlar belə sizə suallar verir. Əlbəttə ki, biologiya ilə bağlı yox, amma yəni tam belə motivasiyavızla bağlı, şeylə bağlı və təsəvvür edin ki, altın tərəfdən sizi belə sıxırlar. Əlbəttə ki, bu okeydir, çünki DAD çox gözəl şərtlər verir və bu şərtlərə cavab verən tələbəni tapmaq da çox belə deyim də çətindir və bir növ responsible bir işdir. Çünki siz ona yəni hər bir təqaüd proqramı investisiyadır və siz əgər ölkə olaraq o pulu o tələbəyə yatırmaq istəyirsinizsə, siz 100% əmin olmalısınız ki, o tələbə doğrudan belə yaxşıdır. Amma yəni experience-dan danışırıqsa, ağır keçmişdi. Hardakı e, dediyim kimi artıq terminologiyaya keçirilmişdi və mən də bir günə hazırlaşdığıma görə rus dilindən terminologiyanı ingilis dilinə keçirtməyi elə orada eləyirdim. Ona görə yəni məsləhətim belə ən birinci məsləhətim odur ki, tədris diliniz fərqlidirsə, yəni Azərbaycan dilində oxumusunuzsa və ya rus dilində oxumusunuzsa və ingilis dilində proqrama müraciət edirsinizsə, mütləq şəkildə çalışın ki, o terminləri o dildə bilin. Heç olmasa baza terminləri bilin. Çünki orada müsahibə zamanı onsuz da stresdə olacaqsınız. Onları tərcümə eləmək iki qat sizi stresə salacaq. Bir daha təşəkkürlər. Çox maraqlı bir prosesiniz olub. İndi isə vermək istədiyim suallar daha çox təqaüdlər haqqındadır. Yəni əsasən dövlət proqramı haqqında və düşünürəm ki, sizin geniş təcrübəniz var dövlət proqramından. Siz öz müraciət belə deyək prosesinizdən, müsahibə mərhələnizdən xahiş edərdik məlumat verərdiniz. Təqaüd proqramlarından danışırıqsa, dediyim kimi mən təqaüd proqramlarını əsas belə motivasiya verən bir meyar kimi həmişə, yəni özüm üçün görmüşəm. Çünki doğrudan da onların mövcudluğu sizi bir növ maliyyə sorunlarınızı düşünməkdən bir növ azad edir. Dediyim kimi DAD-yə müraciət etmişdim. Hətta Finlandiyadan Vaasa Universitetin 6000 evroluq təqaüd də qazanmışdım və DAD reject edəndən sonra hələ dövlət təqaüd proqramlarının cavabını bilmədiyimə görə, yəni dövlət təqaüd proqramının cavabları bizim ildə 1 avqust çıxdı. 1 avqust biraz geç tarixdir, çünki sentyabrın 15-i dərslərim başlayırdı. Ona görə Finlandiya mənim üçün daha belə prioritet variantı idi. Amma həmin dövrdə Finlandiyanı düşünməmək üçün bir dənə səbəb əlavə var idi, hansı ki, Azərbaycanda magistr artıq qazanmışdım. Ona görə bir növ safety net dediyimiz o belə deyim də bir zapas yastıq kimi dediyimiz bir şey var idi mənim üçün artıq. Amma dediyim kimi xaricdə təhsil prioritet olduğuna görə həmişə yəni dövlət təqaüd proqramına artıq aylarca hazırlaşmağa başlamışdım, qabaq hazırlaşmağa başlamışdım. Mən ilk offerim King's College Londondan gəlmişdi və biz onunla müraciətə başlamışdıq. Lakin proses zamanı King's College Londondan mənə depozitin artırılmaması ilə bağlı, yəni depozit müddətinin artırılmaması ilə bağlı bir mail gəldi. Hansını ki, yenə də sıxıb uzatmaq olardı, amma King's College London digər universitetlərə nisbətən daha ağır o prosesi keçirdir. Biz düşündük ki, biz müraciət edək Manchesterla. Lakin ondan sonra qəbul aldığımızdan sonra artıq dövlət təqaüd proqramından inşallah qəbul aldığımızdan sonra King's College Londonda dəyişə bilərik. Çünki həmin ixtisaslar eyni qrupda yerləşir və belə bir opportunity-niz var. Əgər eyni qrupda yerləşirsə, siz onları dəyişə bilirsiniz qəbul olduqdan sonra.
Və dövlət təqaüd proqramı mənə o sorğunu yenidən geri göndərdi. Biz yenidən müraciət elə bir sənədimizi upload edib Manchesterlə apply etməyə başladıq. Mən dedim ki, bir dəqiqə düşünməliyəm. Çünki həmin dövrdə, yəni Kings College Londonın depoziti 2000 funt idi. 2000 funt əslində belə yəni az məbləğ deyil, amma düşünüləsi bir məbləğ idi. Və o üç universiteti yanbayan qoyub mən başa düşdüm ki, həm Kings College Londonda, həm Manchester University-də mənim ixtisaslarım mənim bakalavrımla çox connected-dir. Mən bunu istəmirəm. Çünki belə bir növ bakalavrda 4 il ərzində oxuduğumu mən bir il gedib magistrda əlavə onu oxumaq istəmirəm. Çünki bir il müddət əslində çox az müddətdir və yəni Avropada məsələn 2 il oxuyursunuzsa 2 ildə bir il oxuyursunuz. Bu əlbəttə ki, kompensasiya olunur ki, siz bir il ərzində 70% əgər özünüz oxuyursunuzsa 30% sadəcə dərslərdən götürə bilirsiniz. Yəni self study burada yüksək leveldadır və siz bununla belə deyim də adaptasiya olmalısınız. Əlbəttə ki, çətindir, amma olmalısınız. Ona görə mən düşündüm ki, elə Glasgow Universiteti mənim həm dataya olan marağımı, çünki dediyim kimi təşkilat risklərinin idarə edilməsi departamentində işləmişdim. Orada da qərar qəbul etmək üçün siz hansısa bir dataya və dediyim kimi leading bank olduğuna görə böyük bir dataya əsaslanmalısınız və bu tələb olduğuna görə mən elə özümü data analitika ilə connect etmək istirdim. Elə ixtisasın adı da tam şəkildə mənim istədiyim elə o 4 dənə sahəni də özündə birləşdirir. Hansı ki, həm data, maliyyə, iqtisadiyyat və statistikadır. Ona görə biz müraciəti başladıq. Biz müraciətə davam etdik Glasgow Universiteti ilə. Artıq Manchesterda çıxdı və burada artıq belə bir şey var idi ki, mən qəbul olsam da belə, artıq bu fən, statistika qrupundadır deyə mən artıq dəyişə bilməzdim heç bir ixtisası. Ona görə elə Kings College Londondan da biz beləcə sağollaşdıq. Dövlət təqaüd proqramının müraciətdən danışırıqsa, müraciətlər başladı, səhv etmirəmsə iyun ayının axırından, yəni intervyulara dəvət başladı iyun ayının axırından. Mən müsahibəyə girmişdim 24 iyul. Ə, Əvvəl mən bunu başa düşmürdüm, amma əslində çox böyük bir belə advantage kimi mən bunu görürəm. Çünki mən cavabı cəmi bir həftə gözləmişəm. Çünki 1 avqust cavablar çıxmışdı. Digər tələbələr məsələn ayın axırından girənlər, onlar cavabı bir ay müddətində gözləyirdi və yay aylarında da siz artıq öz başınızı çox da qata bilmirsiniz deyə. Yəni məsələn il ərzində məsələn dediyim kimi müraciətlər prosesi zamanı mən cavab gözləmirdim heç kimdən. Yəni sadəcə müraciət edirdik. Bir gün mən telefonu açdım ki, Vilnius Tech mənə qəbul verib. Yəni əlbəttə ki, çox sevindim, amma ki, yəni o gözləmə yox idi da və ona görə yəni, məncə o bir il belə stressiz keçməyin səbəblərindən biri bu idi ki, yəni mən nəyisə məşğul edirdim özümü, amma yay aylarında özünüzü məşğul etmək çox da alınmır. Çünki birincisi həm dərslər yoxdur, artıq məzun olmusunuz, bilmirsiniz nə edəsiniz. Çünki işinizdə də belə bir növ müəyyən yəni bilmirsiniz ki, növbəti bir ay ərzində sizi nə gözləyir. Ya siz ofitsial, yəni official şəkildə, rəsmi şəkildə siz işsiz olacaqsınız, yoxsa siz hələ də təhsilinizə davam edəcəksiniz. Ona görə yəni o bilməməzlik yəni sizi maksimum dərəcədə sıxır və siz hər gün gözləyirsiniz ki, indi mesaj gələcək ki, intervyuya gir. Lakin elə dediyim kimi gözləmə, yəni maksimum buraxmaq lazımdır, gözləməmək lazımdır. O qədər ki, yəni mən ayın əvvəlindən dediyim kimi aylar əvvəl hazırlaşmağa başlamışdım. Maksimum dərəcədə oxuyurdum, baxırdım, edirdim. Gördüm ki, gəlmir də, yəni dəvət gəlmir. Ayın 20-sindən mən başladım gəzməyə bir növ. Yəni artıq dərslərin falan başını boş buraxdım və mənə ayın 22-si dəvət gəldi. Mən Dəniz Molda idim. Mən bu yadımda Dəniz Molda oturmuşdum. Bir də gördüm ki, telefonumdan mesaj gəldi ki, bəs saytı yoxlamaq lazımdır. Belə bir mesaj gəldi ki, bəs sizə SMS gəlib, bəs zəhmət olmasa saytı yoxlayın. Mən girib sayta baxdım və gördüm ki, yəni 2 gün sonra müsahibəm var. Amma evə qaçıb hər şeyi yenidən açıb, hər şeyi yenidən yadıma salmağa çalışdım. Ə, Müraciət prosesindən danışırıqsa, yəni dövlət təqaüd proqramının müsahibə prosesindən danışırıqsa, belə deyim də bütün həyatınız boyu nə etmisinizsə, maksimum dərəcədə orada danışmaq lazım deyil. Maksimum dərəcədə orada dediyim kimi ora investisiya edirlər sizə və siz onlara nə verəcəksiniz və onlar sizə nə verəcək, onlar onu başa düşməlidirlər. Dövlət təqaüd proqramının müsahibəsi onsuz da yəni 3 nəfər olur, hansı ki
düşünürəm ki, yəni orta normaldır. Bir nəfər elə dövlət təqaüd proqramının idarə qrupundan olur, bir nəfər SOFAS-ın əməkdaşı olur, bir nəfər də elə sizin sahənizdən olur. Mənim sahəmdən elə maliyyə sahəsindən bir əməkdaş idi. E, Məndən idarə heyət qrupundan isə məndə elə Turan xanım Topalova idi və müsahibəyə girdiyiniz zaman artıq siz hazır olmalısınız. Sizin bir ideyanız olmalıdır beyninizdə. Burada da elə mənim çalışdığım şirkət dediyim kimi mənim ilk təcrübəmə əsaslanaraq mənə kömək olmuşdu. Hansı ki bir növ bilirsiz sizin yəni həyatınız neçə yaşım var idi? 20 illik bir həyatınız var. Siz o 20 ildə çox böyük bir nailiyyətlərə imza ata bilərsiniz. Amma siz əgər öz fikrinizi orada formalaşdıra bilməsəz, sizin o 20 illik həyatınız heç nədir onlar üçün. Çünki sizin kimi minlərlə tələbə var. Bu yəni acı bir həqiqətdir sözün düzünü desəm. Çünki yəni bəlkə də sizdən daha yaxşı min dənə tələbə var, amma sizi orada fərqləndirən sizin fikirlərinizi maksimum dərəcədə düzgün formalaşdırmağınızdır. Və əlbəttə ki, bu fikirlər sizin beyninizdə var, amma siz o fikirləri belə bir söz var, utrambavat, yəni maksimum dərəcədə düz şəkildə formalaşdırmalısınız. Burada da dediyim kimi mənim təcrübəmdən mənim şirkət mənə buna dəstək oldu. Hansı ki mənə istiqamət verdi ki, bu sahə üzrə research aparsan, bəlkə bir şey taparsan və mən Azərbaycanda rəqəmsallaşma üzrə boşluqları tapdım. Hansı ki elə mənim ixtisasım bu boşluqları doldurmağa imkan verir və mən müsahibəni tam şəkildə, yəni 26 dəqiqə müsahibəm keçmişdi. 26 dəqiqəni məhz bu boşluq üzərindən qurmuşdum. Hansı ki elə maksimum dərəcədə bir növ müsahibəni aparan elə həmişə bunu deyirlər, amma mən həmişə heç vaxt bunu başa düşməmişəm. Müsahibə aparan tərəf sizsiz, amma bunu deməyə davam edirəm. Müsahibə aparan tərəf sizsiz. Əslində bəlkə də doğrudan həqiqət var. Çünki sizin verdiyiniz cavabdan növbəti sual fərqlənir. Məsələn, sizlə də elədir. Bayaqları əgər bir 10 dəqiqə qabağa getsək, mənim bitirdiyim cavabla sizin verdiyiniz sual connected-dir. Bu da əlbəttə ki, yenə də sübutdur ki, verdiyim cavabla növbəti sual əlbəttə ki, maksimum dərəcədə connected-dir. Buna hazır olun və ona görə verdiyiniz cavabları qabaqcadan hazırlayın. Əlbəttə ki, orada elə bir sual gələ bilər ki, siz onu heç cür connect edə bilmərsiniz, amma axıra bir cümlə əlavə etməklə sadəcə elə siz o full o müsahibənin prosesinin 180 dərəcə dəyişə bilərsiniz. Məncə də elə belə bir növ dəyişən proseslərdən biri o idi və problemlərdən biri müsahibə zamanı məndə yaranan o idi ki, dediyim kimi mən rus dilində təhsil almışam deyə mən hər şeyi tərcümə edirdim və Azərbaycan Dövlət Təqaüd proqramı olduğu üçün mən bir növ prioriteti Azərbaycan dilinə verirdim öyrənmək üçün. Amma ingilis dilinə də verirdim əlbəttə ki. Müsahibə başlayan zaman mənə belə bir sual verildi ki, nəyə görə Rus İqtisad məktəbi? Mən dedim ki, mən Rus sektoru oxumuşam məktəbdə. Mənə dedilər ki, tamam. Amma dedilər ki, Azərbaycan dilin yaxşıdır. Mən dedim ki, çox sağ olun və bunu bir disadvantage kimi mən görmədim. Amma səndə bu böyük bir disadvantage imiş ki, onlar mənə müsahibəni yəni belə deyim də bir daha çox ingilis dilinə fokuslandılar. Hansı ki biraz məni belə bir növ əlbəttə ki hazırlaşmışdım, amma biraz məni hazırlıqsız yakaladı desəm pis çıxmaz. Yanlış çıxmaz. Çünki maksimum dərəcədə maliyyə üzrə spesialist məndən sualları ingilis dilində verməyə başladı. Əlbəttə ki cavab verdim, amma hardasa bir 10 dəqiqə sonra biz yenidən Azərbaycan dilinə switch etdik və mənim oradakı sevincimi siz görməliydiniz. Çünki doğrudan çox sevinmişdim ki, yenidən Azərbaycan dilinə qayıtdıq. Və belə bir turning pointlərdən biri elə ilk dəqiqələrdə yaşandı. Hansı ki, həmişə bizə deyilmişdi ki, elə şirkət tərəfindən də, elə mən də videolara baxırdım, hansı ki, deyirdi ki, dövlət təqaüd proqramında nələr olur falan və ən birinci sual həmişə əlbəttə ki, hər yerdə özünüzü təqdim edin də. Hansının ki, biz bu günlərdə sizlə o videonu belə başlatdıq. Təsəvvür edin ki, siz 3 dildə də mən özümə introduction hazırlamışdım, hansında ki, mən özüm haqqında danışırdım, iş təcrübəm haqqında danışırdım, paperlarım barədə danışırdım və mən təhsil aldığım universiteti deyəndən sonra məni dayandırdılar, dedilər stop və dedilər nəyə görə sən? Əlbəttə ki, bu stres testdir, dediyim kimi, amma
həmin dəqiqə siz onu gözləmirsiniz və ümumiyyətlə onu gözləmirsiniz. Çünki siz birinci dəqiqələrdə heç nə gözləmirsiniz. Çünki siz introduction verirsiniz və introduction bir növ belə bir holy bir şeydir ki, ona heç kim əl vurmur və siz danışırsınız. Amma təsəvvür edin ki, yəni orada belə bir stres testlə qarşılaşdım. Əlbəttə ki, cavab verdim, amma o sualın cavabı məndə var idi. Amma o sualın cavabı bir 15 dəqiqə sonra idi. Amma cavabını verdim əlbəttə ki. E, Burada da dediyim kimi o fokuslanmaya yönəldim. Hansı ki, mənim boşluğum idi və mən başa saldım ki, mən işləmişəm, başa düşmüşəm ki, belə bir boşluqlar var, hamısı ki, rəqəmsallaşma üzərindən gedirik, amma elə hal-hazırda da elə o boşluq bir növ dolmağa başlayıb, hansı ki, hal-hazırda elə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi artıq solo şirkəti ilə əməkdaşlığa başlayıb, hansı ki, rəqəmsallaşmanı demək olar ki, full şəkildə yəni günlər sayıram ki, tez Azərbaycana qayıdım ki, tez əmək bazarına çıxıb elə həmin o boşluqları doldurum. Çünki doğrudan da yəni o proses artıq başlanılıb. Əlbəttə ki, bu böyük bir advantajdır. Yenə də dediyim kimi, burada artıq sizin qoyduğunuz o, yəni yalan danışmamağınızda, yəni doğrudan belə bir boşluğun olması və doğrudan onun həll olunması o deməkdir ki, doğrudan da artıq belə bir şey var idi və sizə də elə o opportunity verilmələrindən səbəblərindən biri də elə o idi ki, onlar doğrudan da bunu bilirdilər və sizə inanırdılar. E, Dövlət Təqaüd Proqramının müsahibə zamanı verilən suallardan başlayaq gəlin. Verilən suallar fərqli olur və burada artıq ixtisasınızdan fərqlənir. Amma mən öz təcrübəmdən danışıramsa, dediyim kimi, dövlət təqaüd proqramında 3 nəfər olur. Elə birinci şəxs sizin motivasiyanızla bağlı suallar verir. Hansı ki, ümumiyyətlə nəyə görə siz, nəyə görə getməlisiniz, nəyə görə getmək istəyirsiniz falan kimi. Tə- ar- Mənim elə 26 dəqiqə müsahibəm keçdisə, dediyim kimi, onun hardasa bir elə 18 dəqiqəsini mən öz sahəm üzrə spesialistlə danışmışam. Dediyim kimi ilk suallar elə mənim iş təcrübəmlə bağlı verildi o sahə üzrə ekspertlə. Hansı ki, mən dediyim kimi təşkilatı riskləri idarə edilməsi departamentində çalışmışam və orada biz riskləri necə həssas edirdik, nəyə əsaslanırdıq, nəyin əsasında qərarlar qəbul edirdik kimi suallar verilirdi. Sonra əlbəttə ki, suallar ümumiyyətlə risklərlə bağlı idi, hansı ki, sistematik, qeyri-sistematik risklər idi. Sonra suallar dediyim kimi mənim sahəm elədir ki, bütün özündə həm 4 sahəni cəmləşdirir, hansı ki, burada həm data, həm statistika, həm iqtisadiyyat, həm maliyyə, həm ekonometrika. Ona görə maşallah, yəni suallar çoxdur veriləsi. Ona görə sualları da elə hər sahədən verirdilər. İstər elə statistikanın p-valuesundan başlayıb maliyyə resessiyalarına qədər davam edirdilər. Burada CAPM modelləri də var idi. Burada dediyim kimi iqtisadiyyatla bağlı elə ən axırda suallar gəlməyə başladı. Hansı ki, resessiya ilə bağlı idi. Elə ən axırıncı sual resessiya ilə bağlı idi. Hansı ki, sual özü-özlüyündə çox qısadır, amma cavabı hardasa bir elə 5 dəqiqə çəkər. Sual elə idi ki, resessiya zamanı Mərkəzi Bankın alətlərindən necə istifadə etmək lazımdır. Əlbəttə ki, burada ilk növbədə bütün verilən sualların bir məqsədi var və bu sualı verilirsə sizdə, bu sual elə bir sualdır ki, burada siz standart bir cavab, yəni var əlbəttə ki, amma ki siz o standart cavaba gəlmək üçün maksimum dərəcədə düşünməlisiniz. O düşüncələrinizi də maksimum dərəcədə onlara bildirməlisiniz. Yəni onlar sizin bu cavabı necə düşündüyünüzlə maraqlanırlar, nə qədər ki bu sualın cavabı ilə maraqlanırlar. Yəni siz əgər düzgün şəkildə cavablarınızı formalaşdırsanız, nəyə görə bunu etdiyinizi, nəyə görə və bu nəyə gətirəcəyinizi, yəni Mərkəzi Bankın məsələn adicə faiz dərəcələrini artırmaq və ya azaltmaq və bu nəyə gətirəcəyi kimi cavabınızı tam şəkildə desəniz, məncə burada heç bir problem olmayacaq. Yəni bütün suallar veriləndə əlbəttə ki, ümumiyyətlə hazırlaşma prosesi zamanı, yəni siz əgər müsahibəyə hazırlaşırsınızsa, cavabları yazın və sual verildikdə o sualın nəyə görə verildiyini maksimum dərəcədə fikirləşin. Məsələn, CAPM modeli verilirsə, əlbəttə ki, orada əsas məqsəd elə CAPM-in bazasını bilirsinizsə, yoxsa yox, onu ya da kapital əsasının ümumiyyətlə nə olduğunu bilirsiniz, yoxsa yox. Və ya məsələn mən maliyyəni bitirmişəm, amma mən maliyyə oxuduğuma baxmayaraq maliyyə hesabatlılığı ilə bağlı heç vaxt maraqlanmamışam. Əlbəttə ki, biz fənn olaraq onu keçmişik, maliyyə uçotunu da keçmişik, hesabatlığını da keçmişik, menecmentini də keçmişik. Amma mənim üçün o sahələr yəni bir növ maraq dairəmdə olmayıb. Əlbəttə ki, hər bir fənnin imtahanından yüksək nəticə əldə etmişəm, amma onlar getmədi, yəni onlarla fokuslanmadığıma görə, məsələn, o sahələr mənə maraqlı deyil. Ona görə məsələn mənim bəlkə də biliklərim o sahə üzrə çox da deyil və ona görə
Amma düşüncə belə bir növ formatım var və o formatı da apara bilərəm. Yəni ona görə siz hazırlıqlı olun ki, siz məsələn belə mənim kimi eyni ixtisasa getsəz belə, sizin də orada oturan bir ekspert sizə maliyyə hesabatçılığı ilə bağlı da elə sual verə bilər. Ona görə əlbəttə ki, baza bilikləri bilmək lazımdır. Keçdiyiniz fənləri bilmək lazımdır. Ə, ən sonda da elə mənə Sofaz əməkdaşının işçisi suallar verməyə başladı. Burada da artıq mənim yox, sizin artıq universitet barədə bilgiləriniz sorğulanır. Yəni verilən sualların cavablarının məqsədi elə odur. İlk sual əlbəttə ki oldu ki, nəyə görə Glasgow-ya, nəyə görə Şotlandiya, amma yəni UK-yə getməyin tamam əla, okey, super, support edirik. Amma nəyə görə London yox? Çünki Londondakı universitet daha topdur. Mən burada artıq reallığı danışmağa başladım. Yəni burada heç bir yəni utanılacaq və gizlədiləcək söhbət yoxdur. Bir növdə elə səbəblərdən biri dövlət təqaüd proqramının intervyu prosesinin gec başlamasıdır. Çünki dediyim kimi depozit tələbini onlar uzatmadılar King's College London. Bunu başa saldım və dedim ki, əlbəttə ki, yenə də onlarla əlaqədəyəm. Yəni yenə də onlar mənə reject göndərmədilər. Onlar sadəcə bildirdilər ki, conditional offer qaldıracağıq, amma saxlayacağıq. Yəni əgər yenidən müraciət etmək istəsən, biz yenidən səni reassess edə bilərik. Yəni müraciət kimi yox, yenidən hər şeyə sıfırdan baxılmayacaq. Sadəcə əgər yer varsa yenidən məni götürəcəklər kimi belə bir şey deyilmişdi. Amma dediyim kimi artıq ixtisas dəyişimi ola bilməzdi deyə belə bir reallıq da var idi. Sonra Manchesterlə bağlı da dedim və burada artıq yəni bu sualı verilməkdə də səbəb o səbəb deyil ki, siz bütün o narı çıxasınız və deyəsiniz ki, ən axırıncı variantım bura qaldı. Ona görə gəldim kimi bir cavab olmamalıdır. Burada artıq siz o universitetimizin, yəni bu sualı əslində belə bir növ bu cavab veriləndə ilk ağla gələn odur ki, aha bu çıxıldı, bu çıxıldı, bu qaldı, ona görə bura gəldim kimi bir cavab verilə bilər. Amma bu sualı verməkdə məqsədləri elə odur ki, siz bu universitet barədə nə bilirsiniz kimi bir şeydir. Burada da dediyim kimi mən aylar qabaq biraz hazırlaşmağa başlamışdım deyə mən artıq universitetdə keçəcəyim fənləri bilirdim. Hansı fənlərə, hansı müəllimlər bizə keçəcəkdi onu bilirdim. Hansı departamentdə oxuyacağımı və ümumiyyətlə məni bu bir il ərzində burada nə gözləyir kimi sualların cavabını bilirdim. Və bu çox kömək oldu. Çünki mən elə mənim oxuduğum ixtisas Adam Smith Business School departamentində yerləşir. Hansı ki Adam Smith, bəlkə də bilirsiniz, iqtisadiyyatın atası elə bu universiteti bitirib. Və təsəvvür edin ki, yəni buradakı yəni elə onlara da elə cavab verdim ki, yəni təsəvvür edin ki, buradakı elə o təhsil səviyyəsi, yəni belə bir alimlər yetişdirir. Yəni ona görə yəni prioritet əlbəttə ki, buradır. Yəni ona görə elə Glasgow-dur. Digər səbəblərdən biri dediyim kimi elə mən həmişə o communication, yəni müsahibə prosesini maksimum dərəcədə öz o boşluğum barədə danışmağa fokuslanırdım. Ona görə yenə də o boşluq barədə danışdım və burada elə bir fən var, adı Applied Time Seriesdir. Hansı ki, qabaqcadan əlbəttə ki, öyrənilmək lazım idi. Yəni bilmək lazım idi ki, elə bir fən var. Onu research etmək lazım idi. Applied Time Series fənninin əlbəttə ki, müəlliminin adını da dedim. Hansı ki, Dmitris Karabiris idi və dedim ki, həmin fəndə belə bir mövzular var, mövzular danışılacaq və bu fənni keçdikdən sonra mən o boşluqları əlbəttə ki, doldura biləcəm. Əlbəttə ki, burada statistical machine learning də var, amma machine learning-i deyə bilərsiniz ki, Azərbaycanda kurslarla öyrənmək olar. Yəni ona görə onu demək lazım deyil. Sonra mikroekonometrika var, hansı ki, Azərbaycanda elə ali ekonometrika kimi gedir magistrda, onu da demək olmaz. Amma digər fənlər demək olar, hansı ki, network analysisdir, hansı ki, yəni Azərbaycanda olmayan fənlərdir. Hansı ki, Applied Computational Finance-ı da Azərbaycanda keçə bilərsiniz. Sonra ekonometrika 2 fənni də var, hansı ki, yenə də onu da Azərbaycanda keçə bilərsiniz. Amma məsələn, Bayesian Data Analysis fənnini siz Azərbaycanda keçə bilmərsiniz. Yəni tamam, əlbəttə ki, kurs olaraq gedə bilərsiniz, amma yəni onu full şəkildə semestr ərzində öyrənməyiniz və top universitetdə top müəllimdən onu öyrənməyiniz tamam fərqlidir. Və bunu əsaslandıraraq və siz o müəllimlərin adını deyərək onlar artıq başa düşürlər ki, sizin motivasiyanız yəni tavan, maksimum leveldadır və yəni siz də hər şeyi yəni öyrənmisiniz, bilmisiniz və özünüzü artıq orada görürsüz. Əlbəttə ki, belə sual da gələ bilər ki, ümumiyyətlə siz özünüzü xaricdə görürsüz, yoxsa yox. Çünki mənim tələbə yoldaşlarıma da gəlmişdi. Bəzi tələbə yoldaşlarıma dediyim kimi maliyyə oxuduqlarına baxmayaraq, yəni və iqtisadiyyat oxuyacaqlarına baxmayaraq, yəni magistrda maliyyə hesabatlıqları ilə bağlı suallar gəlirdi. F3 dediyimiz, F7 dediyimiz imtahanlarla bağlı suallar gəlirdi. Məncə burada artıq sahə üzrə ekspertin spesializasiyası ilə biraz yəni asılı olan bir şeydir. Hansı ki, əgər spesializasiyası odursa, əlbəttə ki, suallar o sahədən gələcək və bu normaldır. Siz onu bilməlisiniz. Baza, çünki biliklər soruşulur.
Amma ki dediyim kimi yenə də biz sizinlə yenə də bugün şahid olduğumuz kimi müsahibəni aparan tərəf bir növ sizsiniz. Ona görə maksimum dərəcədə biraz yönü dəyişdirsəz, növbəti sualda elə sizin istədiyiniz sual kimi gələr. Müsahibədən çıxanda da elə dediyim kimi mənim bəxtim gətirdi. Mən cavabı cəmi bir həftə gözləmişdim və yəni yay aylarında özümü maksimum dərəcədə sıxdığıma görə, evdə oturduğuma görə, bir növ evdə oturduğuma görə müsahibə bitən kimi, yəni növbəti günlər mən artıq hər gün bir növ əylənməyə başladım. Əlbəttə ki, belə bir hisslə ki, necə oldu, amma yəni artıq yəni məndən asılı bir şey yox idi deyə mən bir növ həyəcanlanmırdım. Cavablar gələndə də mən evdə deyil idim. Yəni tamam fərqli bir yəni environmentda idim və müsahibənin cavabı gələr gəlməz mən heç kimə zəng eləmədən evə qaçmağa başladım ki, evdə xəbər verim və belə deyim də o üz ifadələrini görüm onların. Çünki yəni telefondan vermək biraz olmazdı. Çünki bir il o xəbəri gözləmişəm. Bəli, dediyim kimi, yəni dövlət təqaüd proqramı barədə bu və dövlət təqaüd proqramının əgər üstünlüklərindən danışırıqsa, əlbəttə ki, bu proqram mən müraciət etdiyim bütün təqaüdləri bir növ, yəni bu proqramla onları müqayisə etmək çox məncə səhv hərəkətdir. Çünki təhsil haqqını hansı ki UK-də çox yüksəkdir. İlk növbədə onu qarşılayırlar. İkinci növbədə əlbəttə ki, sizə aylıq burada həm yaşam, həm də yemək xərclərinizi qarşılayacaq qədər məbləğ verirlər. Üçüncü məqam isə əlbəttə ki, sizin təyyarə biletləriniz, return ticket dediyimiz, yəni iki tərəfli təyyarə biletləri dediyimiz onu qarşılayırlar. Əlbəttə ki, viza xərclərini qarşılayırlar və məncə əsas olaraq burada siz UK-yə gələndə siz bir il təhsil alacaqsınız deyə burada tibbi sığorta deyirlər, hansı ki 1 illik ödənilməlidir və məbləğ doğrudan çox yüksəkdir və dövlət təqaüd proqramı onu da qarşılayır. Ona görə yəni doğrudan da bu proqramı qazanaraq siz maksimum dərəcədə doğrudan maliyyə problemləriniz olmur və siz il ərzində, yəni təhsil aldığınız illər ərzində, əgər siz bakalavra və magistr və PhD gedirsinizsə, heç bir maliyyə sualı, çətinliyi yaşamırsınız və əlbəttə ki, bu üstünlükdür. Şərtlərdən biri dediyim kimi qayıdıb Azərbaycanda 5 il əmək fəaliyyəti göstərməkdir. Yəni bu şərtlə mən razı idim. Onsuz da yəni mən sadəcə DAD təqaüd proqramını seçəndə belə bir opportunity var ki, siz 2 il ərzində orada işləyə bilərsiniz. Yəni bu optional bir şeydir, yəni requirement olaraq deyil. Amma dediyim kimi, yəni mən Finlandiyada getsəydim də onsuz da Azərbaycana qayıtmaq istirdim. Çünki dediyim kimi əsas motivationlarımdan biri olan o, yəni doğrudan burada yenə də yalan danışmamaq lazımdır. Yəni doğrudan da bir boşluq var idi və mən o boşluğu doldurmaq istəyirdim və dediyim kimi mənim birinci kursdan əsas motivasiyam elə o idi ki, əmək bazarına çıxa bilim və əgər mən Azərbaycanın əmək bazarına çıxmaq üçün bunları etmişəmsə, mən hər şeyi buraxıb, yəni gedə bilməzdim də digər tamam fərqli bir mühitə. Ona görə elə dediyim kimi günləri sayıram. İnşallah dissertasiyanı bitirəndən sonra Azərbaycana qayıtmağı düşünürəm. Bir daha çox təşəkkürlər. Siz o qədər ətraflı məlumat verdiniz ki, mən bundan sonra verəcəm 4 sualı da artıq cavabını vermiş oldunuz. Çox sağ olun. İndi isə daha çox istəyirəm danışaq sizin universitetiniz Glasgow haqqında, tədris haqqında, Azərbaycanla Glasgow-nun fərqləri haqqında və sizin gözləntilərinizi nə qədər qarşıladığı haqqında. Deməli, Glasgow Universiteti haqqında danışırıqsa, dediyim kimi top universitetdir və mən artıq bir növ cavablar çıxandan sonra bu universiteti artıq araşdırmağa başlamışdım. Biraz belə maraqlı gələ bilər. Çünki bu universitet 1452-ci ildə qurulub və 15-ci əsrdə qurulub. Yəni 15-ci əsri əgər Azərbaycanda yadımıza salsaq, orada səhv etmirəmsə Qaraqoyunlu, Ağqoyunluların davaları gedirdi və biraz yəni beyinə sığılmayacaq qədər bir informasiyadır ki, məsələn, dünyanın bu tayında əgər cəmaət artıq ali təhsil müəssisələri qurub, burada məzun olub belə bir şeylərə imza atırdı. Azərbaycanda isə belə bir əlbəttə ki, yəni onu demirəm ki, Azərbaycanda cəmaət savadsız kimi gedirdi. Yox, sadəcə biraz belə ağla sığılmır ki, məsələn, burada belə şeylər olurdu, burada belə şeylər olurdu və əlbəttə ki, çox maraqlıdır və bu bir növ tarixi binalarda təhsil almaq, tədris almaq gündəlik şəkildə, yəni hər gün onu daily basis dediyimiz şəkildə əlbəttə ki, çox maraqlıdır.
Dediyim kimi, yəni tarixi binalarda təhsil almaq əlbəttə ki, çox böyük, gözəl bir hissdir. Qlasqo Universitetinin belə bir üstünlüyü var ki, məsələn, Edinburgh Universitetində belə bir şey yoxdur. Ümumiyyətlə Londondakı universitetlərdə də belə bir şey yoxdur. Bütün kampuslar hamısı şəhərin West Endində yığılıb və bir növ siz West Endə girəndə elə bir şəhərci idi, hansı ki, məsələn, Oxford kimidir. Oxford şəhər olaraq tam belə tələbə şəhəridir. Elə Qlasqo şəhərinin elə bir hissəsi tam şəkildə bütün hər şeyi özündə yığıb deyə siz elə bir ora getdiyiniz zaman bütün tələbə yoldaşlarınızı demək olar ki, görəcəksiniz. Yəni dərs vaxtı deyilsə belə, yəni çox gözəl bir library'miz var, çox gözəl kampusumuz var. Ümumiyyətlə bizim binamız Adam Smith Business School binası təzə tikilib 2014-də təhvil verilib. Hansı ki, yəni digər binalara nisbətən çox təzədir. Çünki yəni digər binalar dediyim kimi 15-ci, 16-cı əsrin binalarıdır. Ə, Təhsilimlə bağlı danışırıqsa, əlbəttə ki, mənə ilk zamanlar çox çətin idi. Çünki 3 həftəni mən qaçırmışdım dediyim kimi. Amma burada belə bir üstünlük var ki, siz office hour götürə bilirsiniz. Office hours, yəni siz müəllimlə tət-a-tət gedib danışa bilirsiniz. E, istər onlayn olsun, istər offlayn olsun, amma çoxsu offlayını daha üstün bilir. Çünki doğrudan hamısının yəni öz ofisləri var və doğrudan sizi orada qəbul edə bilirlər. Və ilk başlayanda mənə bu çox kömək oldu. Amma mən bura ilk gələndə belə bir problem var idi ki, mən birinci gün dərslərə başladım. Beşinci gün artıq mən bir assignment-ı təhvil verməli idim. Halbuki yəni, ümumiyyətlə heç bir anlayışım yox idi və mən yəni nə şəhəri gəzə bilirdim, nə heç nə. Mən sadəcə ilk 5 gün ərzində o assignment-a hazırlaşmaq üçün o 3 həftə keçirilən bütün o proqramı maksimum dərəcədə yəni bir növ başa düşməyə çalışırdım ki, heç olmasa nəsə verim. Beşinci gün onu yəni o assignment-ı verdikdən sonra, submit etdikdən sonra 6 bazar mən şəhəri gəzməyə ilk dəfə çıxmışdım. Yəni ondan qabaq isə full universitet ev kimi gedirdim. Əlbəttə ki, bu yəni xarici təhsilin çətinlikləridir ki, siz əgər bura gəzməyə gəlirsinizsə, bir növ onu çalışın unudun. Belə bir mifdir. Maksimum dərəcədə əlbəttə ki, gəzəcəksiniz, əlbəttə ki, vaxtınız olacaq gəzməyə, amma yəni ilk ərəfələrdə əgər siz mənim kimi belə gec gəlmisinizsə və dərslər başlayan zamana gəlmisinizsə, maksimum dərəcədə təhsilinizə önəm verin. Çünki hər yerdə belədir. Dərslər çox connected-dir, yəni topiklər çox connected-dir və siz əgər bir yerdə bir şeyi tuta bilmədinizsə, yəni o biri mövzular gedəcək. Yəni siz əgər 1, 2, 3 mövzunu tutmadınızsa, 4-5-i heç cür başa düşə bilməyəcəksiniz. Ona görə əlbəttə ki, maksimum dərəcədə müəllim belə deyim də pressure elə ona idi ki, maksimum dərəcədə birinci 3 həftəni başa düşüm. Amma belə bir problem də var idi ki, mənim dərslərim 15 sentyabr başlamağına baxmayaraq 2 həftə qabaqcadan orada pre-kurslar başlanılırdı. Hansı ki, siz əgər MATLAB, Python və Statalar kimi proqram vasitələrində çətinlik çəkirsinizsə, hansı ki, doğrudan məndə belə bir şey var idi, sizə orada pre-kurslarla yəni köməklik göstərirlər. Onu da qaçırmışdı. Ona görə biraz dediyim kimi biraz ağır keçmişdi ilk həftələr. Amma elə adaptasiya müddəti, yəni siz necə orada adaptasiyaya yəni şans yox idi. Yəni sən o adaptasiyanı elə ilk gəldiyin saatdan olmalıydın. Yəni orada o adaptasiya müddət yox idi heç cür. Yəni ilk gəldiyin gün elə maksimum dərəcədə adaptasiya olmalıydın. İlk bura gəldiyim gün elə çətinliklərlə rastlaşmışdım. Hansı ki, burada avtobus ümumiyyətlə fərqlidir. Mən Bakı, İstanbul, Edinburghdan da Qlasgow uçmuşdum və Qlasqodan evimə gəlmək üçün mən avtobusa minməli idim. Və avtobusa minmək üçün də mən burada bilmirəm. Mən gəlmişəm avtobus gözləyirəm. 40 dəqiqə avtobus gözləyəndən sonra avtobus düz gəlib qabağımdan keçir belə. Sən demə burada avtobusu saxlamaq üçün ümumiyyətlə Şotlandiyada, UK-də yox, amma Şotlandiyada. Yəni çünki Londonda belə deyil idi. Londonda avtobuslar saxlayırdı. Şotlandiyada avtobusu saxlamaq üçün siz əl eləməlisiniz və əgər avtobusdan düşmək istəyirsinizsə, siz avtobusun knopkasına basmalısınız ki, dayansın. Çünki əgər o onun dayanacağıdırsa belə o saxlamayacaq. Amma Bakıda belə deyil. Bakıda avtobusun dayanacağı deyilsə belə o saxlayacaq. Saxlamasa çünki sərnişinlərin yəni %95-i yəni bir şey deyəcək. Burada elə şey yoxdur. Burada yəni sakit şəkildə. Nəysə mən yəni Glasgow-dan evimə 1 saat yarıma çatmışdım. Hansı ki şəhər doğrudan çox balacadır. Yəni mən universitet üçün yəni şəhəri tam şəkildə gedirəm, amma 25 dəqiqə o yolu gedə bilirəm. Yəni 1 saat yarımın mən 1 saat 20 dəqiqəsini avtobus gözləmişəm, 10 dəqiqəsini yol getmişəm. Ona görə hə elə birinci gün elə biraz məni belə yordu. Amma belə cultural shock olaraq danışırıqsa, məsələn, experience olaraq sizə məlumat verim ki, havası oldu Şotlandiyanın. Şotlandiya biraz çox yuxarıda yerləşir və
Ona görə qış vaxtı saat 3-də bura hər şey qaralır. Yəni siz təsəvvür edin ki, siz saat 8-də oyanırsınız, 9-da dərsə gedirsiniz, saat 2-də dərsdən çıxırsınız, saat 3-də evə çatırsınız və qaranlıqdır. Yəni hər şey qaranlıqdır. Ya da məsələn siz library-yə girirsiniz, 2 saat oturursunuz və başınızı qaldırırsınız ki, yəni hiss edirsiniz ki, saat 7-dir, amma saata baxırsınız ki, saat 4-dür və gününüz keçir. Və bir növ belə bir stressə girirsiniz, amma siz bunu başa düşmürsünüz və həyat bir növ yəni gün çox qısa keçəndə doğrudan belə bir problem yaşanır. İndi məsələn Şahmazədə günəş çıxıb, bu bir belə bir nadir hallardan biridir, amma bu günə qismət oldu. Ümumiyyətlə sabahları vəbşi 27 dərəcə olacaq. Yəni sabahları ümumiyyətlə evdə oturmaq olmaz. Sabahları gedib bu günəşi istifadə etmək lazımdır maksimum dərəcədə. Amma dediyim kimi, yəni günəş olmayanda doğrudan biraz ağır keçir həyat və yeməyin dadı belə fərqli olur doğrudan. Çünki siz artıq heç nədən bir növ yəni heç nədən razı qala bilmirsiniz. Çünki siz maksimum dərəcədə yəni vitaminlər qəbul etməyə başlayırsınız. Çünki doğrudan o vitaminləri günəşdən ala bilmirsiniz. Bir növ burada produktlar da yəni çox da belə healthy deyil. Siz onları yeməyə başlayırsınız çünki dərs zamanı doğrudan siz yemək bişirə bilmirsiniz çox da. Yəni hazır yeməklərə belə bir növ yönəlirsiniz, fast foodlara yönəlirsiniz. Fast food da yaxşıdır, amma hazır yeməklər tamam biabırçılıqdır. Ona görə yəni onlara hazır olmaq lazımdır. Maksimum dərəcədə yemək bişirməyi öyrənin. Mən bunu biraz gec başa düşdüm. Əlbəttə ki, yəni gəlməmişdən qabaq bir şeylər öyrənirdim, amma çox ordinary şeyləri öyrənmişəm və hardasa 2 ay sonra artıq eyni şeyləri yeməkdən insan bezir. Ona görə yəni hazırlıqlı gəlin, belə ekstra bir şeylər hazırlayın, elə gəlin. Ə, Experience-imlə bağlı dediyim kimi də mən Glasgow Universitetində təhsilimdən razıyam. Ən əsas məqamlardan biri də odur ki, həmişə belə bir düşüncə var ki, ümumiyyətlə magistr təhsili bakalavrın davamıdır və bakalavrın davamı olduğuna görə siz eyni şeyləri keçəcəksiniz, amma bu Azərbaycanda belədir. Yəni belə bir fikir var ki, doğrudan bakalavr magistr bakalavrın davamıdır və siz əgər bakalavrda məsələn maliyyə oxumusunuzsa, siz bakalavrda heç cür gedib injineriya və ya məsələn də tamam fərqli bir sahə oxuya bilmirsiniz. Amma burada elədir ki, məsələn mənlə oxuyan tələbələrin hamısı demək olar ki, fərqli backgroundlardan gəlir. Məsələn bizdə engineering oxuyub belə maliyyəni davam etdirən tələbələr var. Bu da əlbəttə ki, xaricdə təhsilin bir advantajlarından biridir mən düşünürəm ki, sizin sahəniz tamam fərqli olsa belə, siz onu justify etsəz, yenə də justify etsəz ki, mən nəyə görə bura gəlmək istəyirəm, mən bunu connect etmək istəyirəm, əlbəttə ki, təhsilinizi davam etdirə bilərsiniz. Və ona görə də burada sırf əgər nəsə başa salınırsa, əlbəttə ki, maksimum dərəcədə başa salınmağa çalışılır. Çətindir, çünki Avropada dediyim kimi təhsil 2 ildir, burada 1 ildir və o 1 il nə ilə balanslaşdırılır. Əlbəttə ki, self-study ilə balanslaşdırılır. Çünki maksimum dərəcədə dərsdə sizə müəllim informasiyanı nə qədər də verməyə çalışmasa, çətindir. Çünki çox tələbə var və müəllim bir növ office hours sizə verir. Yəni istəyirsinizsə ondan istifadə edin. Maksimum dərəcədə istifadə etməyə çalışın by the way. Amma yəni bir növ burada elə bir yanaşmadır ki, istəyirsənsə oxu, istəmirsənsə oxuma, imtahanda görüşərik. Yəni imtahanlar da biraz çətin olur. Bizdə məsələn imtahanlar bir növ horror kimi idi. Yəni horror movielər kimi idi. Doğrudan çox çətin idi. Nəyə görə? Çünki məsələn biz öyrəşmişik ki, Unique-də əlbəttə ki, yəni yuxarı mərtəbələrdə belə bir çox böyük bir kabinetlər olur. Biz ora gedirik, kompüterin qabağına əyləşirik. Əgər test imtahanısa kompüterdən giririk, yazılı imtahanısa yazılı, yəni yazırıq da normal. Burada da yazılı imtahanlardır hamısı. Yəni siz cavablarını yazmalısınız. Yəni mənim ixtisasımda elədir. Amma yəni binanızın içindəki, yəni sizə tanış olan binalar və otaqların içində deyil. Və tamam fərqli bir şəhərin, yəni sonunda bir belə stadiona dəvət etdilər və biz o stadionda girdik, belə bir otaqlar idi. Girdik və elə bir təsəvvür edin ki, bütün yəni hər belə bir sıralarla qoyublar və hər sıraya 2 nəfər veriblər və sizi belə gözlətləyirlər sizi və maksimum dərəcədə gözlətləyirlər ki, yəni səhv atdığınızda vəsə, hər şey bitdi. Bu yəni bu əlbəttə ki, imtahan özü stressdir, amma belə 2 qat, 3 qat belə bir yoxlamalının olması əlbəttə ki, daha da böyük bir stressdir və siz artıq nəyisə səhv yazmağa belə qorxursunuz ki, yəni harasa səhv baxmağa belə qorxursunuz ki, sizi yəni səhv başa düşməsinlər.
Amma əlbəttə ki, dediyim kimi hər şey keçmək olar, hər şey, yəni əlbəttə ki, çətindir, amma yəni keçiriləsi çətinlikdədir. Yəni tam hər şey okeydir. Ə, Dediyim kimi üstünlüklərdən biri də elə odur ki, bizim universitet əlbəttə ki, standart belə bir şeydir ki, bizdə nəzəriyyə yox, praktikaya yönəlirlər, belə şeylər deyirlər, amma doğrudan da bizim universitet və bizim departament UK-də yəni mövcud olan startap tək UK-də yox, USA-də də elə, Latin Amerikada da, Avropada da elə mövcud olan startap, charity və böyük şirkətlərlə istər small medium enterprise olsun, istər corporate şirkətlər olsun, onlar da yəni on a daily basis əməkdaşlıq edir. Bu da alumnilar da əlbəttə ki, hansı ki onlarla əməkdaşlıq edərək sizə industrial work kimi opportunity'lər verir. Yəni siz universiteti bitirdikdən sonra onlarla əlaqəyə girə bilərsiniz və təhsil aldığınız müddətcə o alumniları sizə dəvət edib sizinlə bir növ görüş keçirdir. Bizdə məsələn son görüşlərdən biri elə olub ki, bizim ixtisası oxuyan bir şəxs bizim ixtisası, yəni bizim ixtisası oxuyan bir şəxs hal-hazırda medical trials-da işləyir. Bu əlbəttə ki, biraz belə absurd səslənə bilər ki, maliyyə və data analitikanı bitirən şəxs necə oxuya bilər. Amma ki, o bizə gəlib başa saldı ki, yəni bir növ var ki, məsələn siz nə isə oxuyursunuz və bakalavr ərzində məsələn oxuduğunuz şeylər sizə make sense-dir məsələn. Çünki doğrudan teoriyanı öyrənirsiniz və teoriya doğrudan da çox obvious-dır və başa düşə bilirsiniz də, yəni justify olunur hər şey. Amma magistr zamanı etdiyiniz o detalları falan çox adam başa düşmür və doğrudan da ilk növbədə siz öyrənirsiniz, amma bir növ bu artıq zubroşka dediyimiz sadəcə öyrənmə kimi gedir. Siz onu necə istifadə edəcəyinizi başa düşmürsünüz. Amma belə insanlar gəlib sizə başa salanda siz başa düşürsünüz ki, və necə olur? O sadəcə bizim yazdığımız elə həmin kodları bu insanın genotipində xəstəliyin olub olmayacağını müəyyən etməyə istifadə edirdi. Bu əlbəttə ki, belə bir şok yaradır və çox maraqlı gəlir, amma belə кейslərlə bizi tanış etdiklərinə görə doğrudan yəni mən düşünürəm ki, böyük bir opportunity'lər verir universitet. Ona görə doğrudan universiteti və həmin departament, yəni Adam Smith Business School-u doğrudan da mən yəni advice edirəm hamıya. Ə, Belə, yəni mən düşünürəm ki, belə suallara cavab verdim, amma nə isə cavab verməmişəmsə deyin. Bir daha çox təşəkkürlər. Yenə çox ətraflı məlumat verdiniz. Əslində bir sonra soruşacağım sual cultural shock idi, amma siz öz cavabınızda bunu qeyd elədiniz. Təşəkkürlər. Bildiyim qədərilə dövlət proqramı eyni zamanda yataqxana xərclərini də, yataqxananı da qarşılayır. Bəs sizdə bu necə olmuşdu? Çünki bəzi tələbələr narahat ola bilirlər bu yataqxana işi ilə əlaqəli. Dövlət təqaüd proqramı dediyim kimi bir yaşam və yemək xərclərinizi qarşılamaq üçün məbləğ verir. Artıq siz oradan özünüz nə qədər istəyirsiniz yataqxanaya, nə qədər istəyirsiniz yeməyinizi ayırırsınız. Yəni bu yəni secret deyil, girib məbləğləri görə bilərsiniz elə saytından. Belə bir şey deyim ki, mən yataqxananı axtarmağa başlayanda biraz gec idi. Yəni dediyim kimi hər şey axırıncı günə saxlayıram. Hər şey axırıncı günə saxlayıram. Amma burada bir növ mən başa düşürəm, çünki mən həm viza müraciəti başlanılmalı idi, həm mən universitetdən o KAS sənədini almalı idim, yəni biraz həm də mən artıq yəni 2 ay ərzində gəzmədiyim yerləri gəzməli idim. Biraz ona görə biraz proses uzandı. Və mən artıq 24 avqust səhv etmirəmsə yataqxananın axtarışına çıxanda 26 avqust mənə yataqxanadan cavab gəldi, universitetin yataqxanasından cavab gəldi ki, universitetdə yataqxana aslında yer yoxdur. Və mən artıq private yataqxanalara müraciət etməyə başladım. Private yataqxanalardan da artıq mənə cavab gəldi ki, yəni mən müraciət edirəm, sən orada qiymət yazılıb, bir qiymət yazılıb, müraciət edirəm, deyirlər ki, o otaq bitib. Ona görə burada da əlbəttə ki, maksimum dərəcədə yəni gözünüzü açın, maksimum dərəcədə saytların reviewlarını oxuyun ki, aldadıcı saytlar olmasın. Çünki çox case var ki, hardakı tələbələr də oradan aldadıblar. Və mən baxanda mənə elə bir mən artıq otağı seçdim, hər şeyi razılaşdırdıq. Mənə installment göndərildi. Hansı ki, yəni installment planda, hansı ki mənə 10 installmentda mən ödəniş eləməli idim və o ödəniş, yəni digər tələbələrin artıq nə qədər ödəyəcəyini bilirdim. Çünki məndən qabaq yəni həmin şəhərə gələn tələbələrlə artıq communication var idi və mənim ödəyəcəyim məbləğ hardasa 400 pound daha çox idi. Hansı ki mənim elə təqaüdümün 80%-ni elə yataqxana götürəcəkdi deməkdir. Və mən başa düşdüm ki, yəni, bu pul da oradan çoxdur, amma digər yəni variantlarım yoxdur. Amma bu müqaviləni imzalasam mən artıq yəni 1 il ərzində onu ödəməliyəm. Yəni heç bir qaçış yeri yoxdur da, yəni ödəməliyəm.
Ona görə mən o müqaviləni reject edib artıq ev axtarışına çıxmağa başladım. Və yəni bir növ elə bəxtim gətirdi ki, səhifəyə bir dəfə girdim, heç nə tapmadım. İkinci dəfə səhifəyə girəndə orada belə bir belə qalçka tip gəldi, hansı ki whole property deyə bir şey çıxdı. Yəni bütün binanı, bütün mənzili götürə bilərsiniz. Mən bütün mənzilə baxdım, elə bütün mənzil gəldi eyni qiymətə çıxdı. Mənim elə o installment planımda eyni qiymətə çıxdı və mən fikirləşdim ki, mən əgər yataqxanaya getsəm, mən gələk ə, ən yaxşı halda mətbəxi 5 nəfərlə bölüm, ən pis halda ya mətbəxi 8 nəfərlə bölürlər, ən pis hallarda bathroom dediyimiz o hamam otağını 2 nəfərlə bölürlər. Yəni mən bunlara biraz hazır hiss eləmirəm özümü. Ona görə elə whole property götürdüm. Elə həmin qiymətə whole property tapdım. Dediyim kimi şəhər universitetdən 25 dəqiqə aralığındadır. E, Razıyam, amma burada da əlbəttə ki, aldanmamaq lazımdır. Çünki doğrudan çox apasını кейslər var. Mənim elə dostlarım var, hansı ki, ödənişləri ediblər və onları atıblar. Edinburqda təhsil alan tələbə yoldaşlarım. Amma mənim bir şeydə bəxtim gətirdi ki, mən elə ev yiyəsinə deyəndə ki, mən Azərbaycanlıyam, o mənə dedi ki, mən Azərbaycanlılara ev verirəm. Çünki onun bir dənə mənzili yoxdur. Glasgow-da doğrudan Azərbaycanlılar var və mənə o Azərbaycanlıların nömrəsini verdi və mən o Azərbaycanlılarla danışdıqdan sonra yəni əmin oldum ki, bu insan doğrudan var, bu ev doğrudan var və ona görə bu evin elə depozitini ödədim və əlbəttə ki, burada da bəxtim gətirmədi. Vizam çox gec gəldi. Mən sentyabrın 10-undan evin ödənişini eləmişdim. Oktyabrın 5-i gəldim. Hardasa elə bir ayın ödənişini mən burada itirdim. Amma yenə də problem deyil. Əsas buradayam, əsas təhsil alıram və təhsilimi bitirmək üzrəyəm. Bir daha çox təşəkkürlər cavabınız üçün. Əm, Son olaraq belə bir sualımız var ki, bu prosesi üç sözlə ifadə etsəz, bunlar nələr olardı? Məncə üç sözlə deyəcəm, amma hamısını başa salmağa çalışacağam. Əlbəttə ki, ilk növbədə məqsəd. Yəni sizin xarici təhsilinizin əsas məqsədi olmalıdır. Əlbəttə ki, burada çox məqsədlər ola bilər. Yəni bir məqsəd olmamalıdır. Amma məqsədə çatmağı nəyə görə? Yəni bu məqsədə çatıb siz nə alacaqsınız və onlar nə alacaq? Yəni universitet nə alacaq? Çünki burada universitetdən də universitet sizi qəbul edirsə də universitet sizdən nəsə götürür əlbəttə ki. Çünki siz universiteti bitirdikdən sonra siz universitetin alumnayı olacaqsınız və əlbəttə ki, universitet istəyər ki, onun alumnayı gələcəkdə yaxşı bir nailiyyətləri olsun. Ə, Əlbəttə ki, məqsəd, yəni məqsədlərinizi düzgün formalaşdırın, məqsədlərinizə çatın. İkinci səbir. Səbirli olmaq lazımdır. Yəni maksimum dərəcədə dediyim kimi, yəni il ərzində maksimum dərəcədə səbirli oldum. Çünki yəni belə heç кейslər olmadı ki, mən səbirsiz olum, hər şey okey idi. Amma səbirsiz olduğum son aylar idi, hansı ki, dövlət təqaüd proqramının intervyusunu gözləyirdim və dediyim kimi yayda artıq edəcəyim heç bir şey yox idi deyə, hər şey bitmişdi deyə və e, əlbəttə ki, vizanı gözləyən zaman, yəni yayda gün çox isti olur və ona görə günün çox hissəsini evdə keçirdib, axşamları çölə çıxırdıq. Ona görə yəni gün ərzində mən artıq belə stressləşməyə başladım. Ona görə səbirli olmaq lazımdır. Ə, Məqsəd, səbir və üçüncü, həmişə inkişaf eləmək lazımdır. Çünki yəni tələblər çoxdur, requirementlar çoxdur. İstər universitet olsun, istər yəni təqaüd proqramları olsun, inkişaf eləmək lazımdır həmişə və inkişafa hazır olmaq lazımdır. İstər də elə bura gələndə də inkişaf dinamikada, dinamiçnik dediyimiz bir söz var, hansı ki, fərqliliklərə, fərqli кейslərə, yəni fərqli dəyişikliklərə tez bir şəkildə adaptasiya olmaq qabiliyyəti kimi. Ona görə maksimum dərəcədə əgər bu üç şeyi, məqsəd, səbir və inkişaf kimi yəni fikrimi tamamlasam, hamısına yəni bu skilllərə özünüzdə gəmləsəz, məncə hər şey əla olacaq. Bir daha çox təşəkkürlər. Sözün açığı bizim soruşmaq istədiyimiz sual bunlar idi və siz yəni istədiyimizdən də daha artıq cavablar verdiniz. Ona görə çox təşəkkür etmək istəyirik və xüsusən dissertasiya işinizin ortasında belə bir vaxt ayırmanız bizim üçün çox daha dəyərli oldu. Sizə də uğurlar və bəlkə də bunu deməyim düzgün olmaz, çünki sizin təcrübəniz məndən daha genişdir. Ancaq düşünürəm ki, bu müsahibəni izləyənlər sizin həqiqətən nə qədər də decent candidate olduğunuzun, yəni bir sübutudur. Həqiqətən də çox mənim üçün
Yaxşı bir təcrübə idi. Bir daha təşəkkürlər. Sizin əlavə etmək istədiyiniz hər hansı bir şey varmı? Çox sağ olun, çox sağ olun. Doğrudan da bu opportunity-ni yaratdığınıza görə əlbəttə ki, borcumuzdur. Çünki həmişə yəni gənclərimizin inkişafı üçün həmişə də oradan da belə bir atma gedə biləriksə, əlbəttə ki, çox mutlu oluruq. Fikirlərimi formalaşdıra bilmirəm. Yəni Rusiya, Azərbaycan dilim bitdi. Maksimum dərəcədə əlbəttə ki, özünüzə inanın, müraciətləri edin. Çox gözəl bir opportunity-lər var. İstər PhD, istər magistr, istər bakalavr proqramları üçün, istər o qədər tələbə var ki, bura gəlib ikinci magistr, ikinci bakalavr, ikinci PhD-lərini oxuyurlar. Ona görə özünüzə inanın və həmişə də dediyim kimi inkişaf edin və inkişafa hazır olun. E, Hamıya uğurlar. Dediyim kimi mənim LinkedIn profilimdə var. Kimin nə sualı olsa yaza bilər. Elə siz də yəni mənə orada tapmısınız, yəni yəni yenidən yazmısınız. Ona görə e, kimin nə sualı olsa da elə adımı yazsaz çıxacaq sırası. Ona görə belə. Çox sağ olun, çox təşəkkürlər.